Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Dünən Allah azza və cəllənin izi ilə Elşad Miri barədə onun insanları dinsizliyə aparması, xurafatlara mübarizə aparma adı ilə insanları küfrə sürükləməsi barədə qısa bir video çəkmişdim. Əslində Elşadla bağlı silsiləvi videolar da çəkmək mümkündür, amma buna hal-hazırda vaxt edə bilmədiyim üçün istədim qısa olaraq insanlara başa salım ki, bu adamdan nə üçün uzaq durmaq lazımdır. Və sonra YouTube-da paylaşdıqdan sonra şərhlərə baxıram, insanların şərhlərinə diqqət edirəm. İstədim həmin o şərh yazan, yəni Elşad Miri tərəfindən şərh yazan və bəzi ittihamlar irəli sürən həmin o yoldaşlara bəlli izahlar verim. Yəni niyyət odur ki, sizi o bataqlıqdan çıxartmaq, niyyət ora deyil ki, o deyil ki, sizi ora doğru itələyim. Baxın, əziz qardaşlar, etiraz edirsiniz. Yəni, birinci etirazımız nədir? Elşad Miri Azərbaycanda ərəb dilini mükəmməl bilən tək-tük insanlardan birisidir. Bu birinci etirazımız. İkinci etirazımız budur ki, Elşad Miri haqqı çatdırdı, insanları oyatdı. Bu da ikinci. Yəni, başqa etirazlar da var, amma mən ən əsas bu ikisi barədə danışmaq istəyirəm. Birincisi, qardaş, Elşad Mirinin mükəmməl dərəcədə ərəb dili bilməsini təyin etmək üçün ərəb dilini bilmək lazımdır. Və sizin bu etirazlarınızdan mən başa düşürəm ki, siz heç əlif hərfini belə bilmirsiniz. Çünki ərəb dilini belə bilməyib, sadəcə və sadəcə Quran-ı Kərim oxumağı bilən bir insan belə Elşadın açıb oxuduğu Qurana baxanda rahat bir şəkildə başa düşür ki, qardaş, Elşad Miri heç Quran oxumağı bilmir. Nəyim ki, ərəb dilini. Bu birinci məsələ. İkinci məsələ, elə bu ərəb dili ilə bağlı bir punkt açıram ki, mən bilirəm bəzi yoldaşlar nədən çaşqınlığa düşür. Elşada rəddiyə verən bir nəfər kitab adını səhv oxuyur ərəbcə, Elşad da bunu tutur. Xutbə deyil, xutab məsəl üçün, belə. Bu o demək deyil ki, Elşad Miri ərəbcə bilir. Elə Elşad Miri ona o həmin kitabın adını verin, görün, e'rab eləyə bilir. Yəni o ad var, o. Nədir? Mübtəda xəbərdirmi? Sifətdirmi, izafədirmi, nədir, onu təyin eləyə bilir. Əminəm ki, onu eləyə bilməyəcək təyin. Çünki Elşad Miri elə gülünç şeylər var ki, Elşad Miri ərəb dilindən güya qrammatik izahlar verməyə çalışır. Elə gülünç xətalar eləyir ki, görünür ki, bu adamın ərəb dili ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Bu birinci məsələdir ki, qardaşlarım, əgər kimsə sizə deyirsə, dinlədiyiniz, alim gördüyünüz, elm əhli gördüyünüz adam heç ərəb dilini bilmir, biraz oyanma olsun da sizdə bir araşdıraq görə ola bilərmi ki, həqiqətən biz bu adamı dinləyirik, bundan elm öyrənirik, buna Azərbaycanın ən güclü ilahiyyatçısı deyirik, amma bu ilahiyyatçı heç ərəb dilini bilmir. Bir dənə bunu özünüzdə təfəkkür edin və baxın, araşdırın. Necə ki, deyirsiniz, indi müasir dövrdür, insanları aldatmaq mümkün deyil, yazırsınız mənə şərhlərdə, əlbəttə ki, mümkün deyil. Zaten biraz insafla, həqiqətən din inancıyla, həqiqətən Allah və Rasulü sevgisiyle Elşada qulaq asan hər bir insanın qəlbində Elşada qarşı mütləq bir buğz olacaqdır. O niyyətlə qulaq asın ona. İkinci məsələ deyirsiniz ki, Elşad oyatdı. Yəni oyadıb neynədir? Elşad namaz qılana namaz qılma dedi. Hicab taxana hicab taxma dedi. Yəni ola bilər Elşad kimisə pirdən çəkindirsin. Bunu biz də deyirik onsuz da. Hər hansısa müəyyən şirklərdən Elşad kimisə çəkindirə bilər. Bu problem deyil. Zaten Elşad belə başladı, insanları manipulyasiya elədi. Amma nəticədə pirdən çəkindirdiyi insanı nəyi öyrətdi? Namazsızlığı, oruçsuzluğu, zəkatsızlığı, dinsizliyi öyrətdi də qardaş. Allah inancı ilə insanları kifayətləndirdi. Nə kimi oyanışdan söhbət gedə bilər? Oyanış deyəndə kənardan da baxan Elşadı tanımasa, elə etirazlar edirsiniz ki, oyanış. Deyər ki, qardaş, subhanallah, yəni oyatdı da cəmaatı, gecə ibadətləri, Allah yolunda cihad, riba. Neynədir qardaş? Nə ibadət var dedi, heç birini eləməyin. Hamısı boş şeydir, hamısını sizə yükləyiblər. Ancaq belə danışır da qardaş. Müsahibələri var, deyir, qadın girdi məscidə hicabla namaz qıl, dedim, neynirsən ki, hicab taxırsan, belə qıl. Son debatında deyir ki, Azərbaycan dilində namaz qıl və ya da Qurandan istədiyi oxu. Qardaş, elə bir din mi var? Elə heç bir şey yoxdur. Bax, etiraz edən insanlar hardasa gedib işləyirsiniz də, belə bir iş yeri var, ora girəsən və sənə desinlər ki, gir qardaş içəri, nə ürəyin istəyir elə.
Belə bir iş yeri mümkündür, qardaş. Hələ dünyəvi məsələlərdə belə hər şey bəlli bir prosedura bağlı gedirsə, bəlli bir reisi vardı. Onun o reisdə gedirsə, əlbəttə dini məsələlər, Allah və Rəsulu elə bir din qoyub Allah Azza və Cəllə bizə ki, əlbəttə bu hər bir işin ən mükəmməlidir, ən gözəlidir. Elə bir iş yoxdur ki, Allah Azza və Cəllənin qoymuş olduğu bu din və hüquqlardan daha üstün və daha mükəmməl olsun. Bəs necə inana bilirsiniz ki, siz dünyəvi işlərdə gedib işləyəndə hər hansısa bir prosedura tabe işləyirsiniz. Amma Allahın dininə gələndə kim nə istəyir eləsin. Belə şey, qardaşlar, mümkün deyil. Biraz özünüz bu məsələləri düşünün. Özünüz etirazlara cavab verəndə, etirazlar barədə düşünəndə iki nəfər görürsünüz ki, bir-biri ilə mübahisə edir dini məsələdə. Bir baxın da, yəni o digərinin çağırdığına baxın, digər. Tutaq ki, mənə etiraz edirsiniz, mən nəyə çağırıram, qardaş? 5 vaxt namaza çağırıram, adam deyir, namaz vaxtı təyin edilə bilmir. Mən namazın bəlli rükunlarından, vaciblərindən danışıram, rükətlərindən danışıram. Namaz iki rükətdə hansı dildə istəyirsən, o şəkildə qıl. Nəyin o yanlışına çağırır ki, Elşad? Elşadı dinləyənlərin 90%-i namaz qılmayan, oruç tutmayan, Allah Azza və Cəllənin əmrlərini yerinə yetirməyib, qadağanlarını yerinə yetirən insanlardır. Bu adamlar Elşada qulaq asıb nəyin o yanlışına getdilər? Birdən-birə başa düşdülər ki, içki içmək olar, qumar oynamaq olar, namaz qılmamaq olar, qadınlarla zina etmək olar. Birdən-birə oyandı ki, mən səhv edirdim, Allah məndən bunu istəyirmişsən demə. Bir etiraz eləyəndə baxın nəyə etiraz edirsiniz. Və bir məsələni də elə deyəcəm. Tarixlə bağlı, dünən dediyim məsələyə də etiraz edirsiniz ki, qardaşlar, bir baxın, diqqətlə baxın. Düşünün, bir adam deyir ki, hədislər heç biri qəbul deyil və ya rədd olunur. Və ayətləri də öz beyni ilə izah edir. Məsəl üçün belə bir şey deyim də. Allah Azza və Cəllə Nisa surəsi 59-cu ayətdə buyurur ki, فَاِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّهُ إِلَى اللّٰهِ وَالرَّسُولِ Əgər bir məsələdə ixtilafa düşsəniz, onu Allaha və Rəsuluna götürün. İndi necə götürək Allaha və Rəsuluna? Allah Azza və Cəllənin kitabı var, Rəsul da ki, qaldı tarixdə də, 1400 il bundan qabaq gəldi. İnsanlara Quran-Kərimi öyrətdi, hədislər də hamısı uydurmadır, muhaddislər də hamısı yalancıdır, əstəğfurullah və tubilə, onun dili ilə deyirəm. İndi Rəsula necə döndərəcəyik bu məsələni? Heçsə, bu məsələ qaldı bir kənarda. Yəni, Allah Azza və Cəllənin bu ayəti qaldı tarix səhnələrində. Artıq bununla əməl mümkün deyil. Və bunun kimi Allah Rəsuluna itaəti vacib görən 30-dan yuxarı ayətlər var ki, bu ayətləri Elşad Miri və onun kimi düşünən insanlar tarixə həbs edirlər. Yəni, rəsulsuz bir din mümkün deyil, qardaş. Siz özünüz başa düşmürsünüz, bu dəvətin sonu deizmə gedir. Sadəcə və sadəcə Allah inancının kifayətlənməsinə gedir, çıxır. Ona görə əzizlərim, özünüzü, ailənizi, ətrafınızı bu cür insanlardan qoruyun. Nəyəsə etiraz edə bilərsiniz, nəyəsə başa düşməyə bilərsiniz. Amma qarşı tərəfi savadsızlıqda, gericilikdə ittiham edirsiniz. Ən böyük gericiliyi özünüz edirsiniz ki, bir adam danışır, onun barədə heç nə düşünmək istəmirsiniz. Onun dediyini 1400 il heç kim deməyib, 1400 il din xurafatla gəlib və s. Görərsiniz, Elşad Mirinin sonunda dinlərin inkarına, rəsulların, nəbilərin inkarına qədər gedib çıxacaq bu məsələ. Çünki ola bilməz, 1400 il boyu sən dinin mərhələ-mərhələdə inkar edə gəlir, edir, gəlib o 1400 ilin əvvəlinə çatanda görəcəksiniz, rəsulu inkar etdi artıq. Bir müddətdən sonra görəcəksiniz, kitabı inkar etdi artıq. Ancaq qalacaq deizm və Quran-Kərimi, Allah Azza və Cəllənin inanılması. Qalan hər bir şeyi əfsanələşdirməyə, rəvayətləşdirməyə çalışır. Necə onun tərəfdarları deyir ki, siz əfsanələr danışırdınız, gəldi cəmaatı oyatdı. Belə danışıb güləndə də deyirlər ki, istehza edirsən. Qardaş, bu şərhə gülməyib neyləyəsən, oyatdı. Namaz qılanı namazından çəkindirir. Hicab taxanı hicabından çəkindirir. Xeyir əməl işinə gedən xeyirdən çəkindirir. Hamını şərə yönləndir, oyatdı. Nəyə oyatdı ki cəmaatı? Başa düşmürəm. Ya oyadıb neynədir? Oyatmaq deyəndə qəsdimiz budur, insanları şirkdən tövfidə dəvət eləmək, namaz, oruz, zəkat kimi salih əməllərə yönləndirmək. Bu oyadıb neynədir? İnsanları bu şeylərdən çəkindirdi də. Yəni onun, yəni belə deyim də, bu Şiə mollalarına qarşı apardığı mübarizələr, qardaş, pərdədir hamısı. Sonrası, bəli, ölüyə Yasin oxunmaz, bunu biz də deyirik. Bəli, o palatkalar, o 40 günlər və s. yeddilər, cümə axşamları mollaların dinə gətirmiş olduğu xurafatlar. Zaten bunu, əlhamdülillah, inkar edirik də, qardaş.
Bəzən rəy yazanda da baxın kimə rəy yazırsınız. Elə danışıram, mən də onlardan biriyəm. Allah uzaq eləsin, Allah qorusun, sabit eləsin məni və qardaşlarımı əlbəttə. Yəni sadəcə bunu izah eləmək istəyirəm. Yəni bu xitab Elşad Mirgəyə deyil artıq. Bu xitab onu dinləyən insanlaradır ki, biraz islah olun, biraz düşünün. İnsanları qınayarkən özünüzü qınamağa keçin. Yəni insanları qoyub bir kənara, özünüzü qınayın ki, biz niyə Elşada qulaq asırıq? Niyə Elşad mənə simpatiya verir? Yəni xoşdur. Nə üçün? Çünki mən dinsizlik istəyirəm, ibadətsizlik istəyirəm, əqidəsizlik istəyirəm, yaşamaq istəmirəm, dünyanı sevirəm, dünya üçün çalışmaq istəyirəm və Elşad da bunun üçün əla bir model verir mənə. Budur qardaş. Allah Azze ve Celle bizi və sizi islah eləsin. Allah Azze ve Celle hər birimizin günahlarını bağışlasın. Bizə haqqı haqq bilib ona tabe olan, batili batil bilib ondan uzaqlaşan qullarına etsin. Əmin. Vəlhamdülillahi Rabbil alemin.